Deməli, biz bu 9 gedişli məsələni müxabiləşmədən həll edəcəyik. İlk öncə biz bunu keçən dəfə dərsimizdən bir daha təkrar edək. Dərsimizdən biz bilirik ki, burada göstərildiyi kimi aktivlər, öhdəlik, kapital, gəlir, xərc hesabları var. Və biz bilirik ki, aktivdir, xərcdir, dividend. Bu üçü bir kateqoriyadadır. Öhdəlik, kapital, gəlir də bir kateqoriyadadır. Aktiv, xərc, dividendin artması debitdə, azalması kreditdədir. Tam tərsinə öhdəlik, kapital, gəlir və xərcin isə artması kreditdə, azalması debitdə. Burada da cədvəl kimi göstərir. Bu iş bizim işimizə yarayacaq. Və keçində bu müxabiləşmənin də əməliyyat jurnalında qeyd eləmək üçün bizə nələr lazımdır? Bu da bizim əməliyyat jurnalımız qeyd elədiyimiz və bu bizim əməliyyat jurnalımız. Biz ilk öncə nəyə fikir verəcəyik? Burada qeyd eləmişik ki, müxabiləşmədə hesaplanan adın doğru təsbit edəcəyik. Yəni, adın qoyacaq ki, pul vəsaiti, nizamlama kapitalı, əmək haqqı xərci, əmək haqqı öhdəliyi, dividend ödənişi, dividend öhdəliyi, məsəl üçün verilmiş borc, verilmiş avans, bu cür adlar altında ifadə, yəni hesab adını doğru qoyacaq. Çünki bu öhdəlik olsun, kapital olsun, gəlir, xərc, aktiv, bunlar elementlərdir. Onun hesab addan, onun içində hesablar var. İkincisi, hansı elementə aid olduğunu müəyyən edəcək. Məsələn, biləcək ki, nizamlama kapitalısı kapitala aid. Debitor borcusu biləcək aktiva aiddir. Və yaxud biləcək ki, əmək haqqı öhdəliksə öhdəliyə aiddir. Xidmətdən gəlirdirsə gəlir aiddir. Nə bilim, maldırsa biləcək aktiva aiddir. Yəni, bu cür müəyyən edəcək. Sonra baxacaq ki, debit və kredisi artma azalmanı müəyyən edəcək. Yəni, fərz eləyək ki, bu burada bu elementlərdən hansına aiddir? Burada artıqmı, azalıqmı? Yəni, debitdir mi, kreditdir mi? Və birinci də debit hesabı qeyd edəcək. Birinci debit hesabı qeyd eləməsə, nəticə səhvdir. Aydındır. İndi keçək məsələmizin həllinə. Məsələmizi oxuyaq. Deməli, müəssisə nizamlama kapital olaraq 10.000 manatına işə başlayır. Deməli, ilk anda bizə nə lazımdır? İki hesab müəyyən olundu. Hansı? Pul 10.000 manatdır. Bir də nizamlama kapitalı. Pulun nə oldu? Artdı. Nə qədər artdı? 10.000 manat. 10.000 manat adı nədir? Pul vəsaitidir. Pul vəsaiti hansı elementə aiddir? Aktiva aiddir. Aktivlərin artması harada olur? Biz həmən bu bizim işimizə yaradır. Biz biləcəyik ki, aktivlərin artması harada olur? Debitdə olur. Gördünüz? Ona görə ikinci hesabımızda nizamlama kapitalı. Nizamlama, o hansı hesaba aiddir? Kapital. Nizamlama kapitalın artıb. Onun artması harada olur? Kreditdə. Bu cütlə bu cüt. Aktivlə kapital müxabiləşdirəcək. Yəni, birinci nəyə yazacaq? Birinci aktivi yazacaq. Niyə? Çünki birinci debitdə olan yazır. Çünki bu debitlər birinci. Bu kreditlər. Bilirsiniz? Elə ola bilməz ki, ikisi də debitdə, ikisi də kreditdə olsun. Böyle bir şey mümkün deyil. Ona görə də ilk anda gələcəyik, adını yazacaq pul vəsaiti. Növbətdən PV yazıram ki, qısa olsun. Növbətdə belə yaz. Birini yazacaq nizamlama kapitalı. Öncədən deyim ki, burada belə bir məsələ var. Debit, kredit, bax, görürsünüz, burada nə yazmışım? Görürsünüz, debitin qarşısına plus qoymuşam, kreditin qabağına minus. Debitin qarşısına bunlarda minus qoymuşam, bu kredit. Bu deməkdir ki, artıq biz plus minus söhbətini qoymayacaq cədvəl usulundakı kimi. Biz burada onu ifadə eləmək üçün debit, kreditdə istifadə edəcəyik. Yəni, mən pul vəsaitinə burada məsələn, nizamlama kapitalı nə qədər idi mənim burada? Neçə ilə başlayır? 10.000. Görürsünüz? 10.000 yazmağım. Bu o deməkdir ki, bu yəni qayda ilə plus 10.000 deməkdir. Bu da qayda ilə keçmiş usulla minus 10.000 deməkdir. Ancaq debit kredit olduğunca plus minus. Niyə?
burada aktivin pulusun debetini ifadə edirik. Burada da kapitalın da yəni kredit dediyimdə plusunu yəni ifadə edirəm. Bildinizmi? Yəni burada debet kredit söhbəti oldusa, yəni gözə burada bu da plus. Debet kredit söhbəti oldusa, mən burada ifadə plus minus qeyd eləməyəcəm. Niyə? Çünki debet kredit artıq onu əvəz eləyir. Ehtiyac yox. Aydındır? Sonra keçdiyim ikinci sula. Növbəti sula. Təsisçi tərəfindən borc müqaviləsi ilə 20.000 manat əlavə qoyuluş edilir. Yenə mənim nəyim artdı? Pulum artdı. Razısınız? Pul hansı hesabdır? Aktiv hesabdır. Eləmi? Gördünüz? Debetlər birinci. Yaxşı, hardan aldım? Pulun artması nəyin hesabına oldu? Pulun artması öhdəliyimin hesabına oldu. Mənim öhdəliyim nə oldu? Artdı. Nə qədər artdı? Oldu 20.000. Öhdəliyin artması harada olur? Kreditdə. Bildiniz? Ona görə də ikisini də yazasan. Yenə eyni qaydada. Burada nəyə diqqət edərsiniz? Bax, sən burada özündə pulun azalması kimi qeyd eləmisənsə, artması kimi qeyd eləmisənsə, yadda saxla. Qarşı tərəfdə onu tam tərsinə qeyd edibdir. Bildinizmi? Yəni özündə azalma, sən də artma kimi onu, onda azalma kimi qeyd olunur. Sən də debitor borc kimi qeyd elədiyin, onu özündə kreditor borc kimi qeyd edib. Sən nə etməlisən? Sənin borcun burada öz uçotu aparmır. O qarşı tərəfdə onu tam əksinə uçotunu aparır. Sən burada qarşı tərəfə uçotunu aparmırsan. Sən özü belə bir məsələ elində qoyursan, müəssisən yerinə başlayırsan qeyd etməyə. Bu əməliyyat jurnalı hesablama yeri deyil. Nədir? Əməliyyatın qeydiyyatın jurnalı. Nə deməkdir əməliyyatın qeydiyyatı jurnalı? Əməliyyatlar qeyd edirsən, hesablamırsan sən işin. Hesablama növbəti hesab keçəcəyimiz dərslər. Burada deyil. Keçdik üçüncü. Yenə bankdan 20 manat borc alıb. Yenə eyni qaydada. Aktivim artır. Aktiv nədir? Pulum da artır. Öhdəliyim də artır. Pul aktiv hesabdır. Aktivlərin artması harada olur? Debetdə olur. Görsən. Öhdəliyin də artır. Öhdəliyin artması harada olur? Kreditdə. Demək birinci nə yazacağım? Debet yazacağım. Niyə? Qaydamız belədir. Lap gəlib biz burada da buna baxsaq, bax görürsünüz, mən görəcəm, mən bu pul vəsaitini üçün hesabına adı pul vəsaiti, görürsünüz. Və yaxud burada da adı bank kreditdir, görürsünüz. Aydın oldu. Ümid edirəm ki, aydındır. Burada sadəcə onda təsis borcu qoymuşdur. Bunda adını qoyacaq bank kredit. Eyni şeydir. Adlarını qoymaq lazımdır ki, yəni mən nə bilim ki, mənim 40.000 borc almışam. 20.000'ni banka borçluyam, 20.000 də təsisçiyə borçluyam. Bankdan götüründə adını qoyulub bank krediti. Keçdik üçüncü məsələyə. Üçüncü mərhələyə. 3'ü bitir 4'ə. Nəhət olaraq ümumi dəyəri 4.000 manat mal kompüterlər alıbdır. Nəhət. Nəhət nə deməkdir? Nəhət də demək ki, mən pulumu vermişəm. Mənim pulum nə olub? Azalıbdır. Pulum hansı hesabdır? Pulum aktiv hesabdır. Və aktiv hesablar harada azalır? Kreditdə. Deməli, pulu ikinci yazacağım. Ancaq onun müqabilində mala sahib olmuşam. Yəni, bir aktivim azalıbdır, o bir aktivim artıbdır. Deməli, nə olacaq? Mənim mal aktivim artacaq, pul aktivim azalacaq. Mal aktivinin artdığına görə birinci malı yazacağım, ikincisi pulu yazacağım. Elbette, mənim mal sahib olmağım, yəni, nəyə sahib oldum? Mala. Mal hansı hesabdır? Aktiv hesab. Çünki sahib olduqlarım aktiv bildirir. Yaxşı, sahib oldum bu mala. Mənbəyi hardandır? Mən pul vəsaitinin azalması hesabına olurdu. Aydındır? Pul vəsaitim azalıbdır. Pul vəsaitim azaldığına görə nə olacaq?
sadəcə buna yəni aktivlərin yer dəyişməsi deyirlər. Mən ikinci pulu, birinci mal yazacağam. Yazacağım mal. Mötərizə edirəm kompüter. Niyə? Sabahsı günü buna mal da yazmayayım, mal ambarı yazaq daha rahat olsun sənin üçün. İkinci nədir? Pul vəsait. Bəli. Yəni pul vəsaiti elə demək deyil ki, hər zaman artmalıdır. Xeyr, onun azalma, hamısı artması, azalması periyodu var. Burada pul vəsaitim azalıbsa aktivdir, aktivin azalması kreditdir. Onu da ikinci yazdım. Ancaq sən bunu öncə dedim, kreditə götürsəydi, yenə də yeni şey olar. Sadəcə burada pul vəsait olmayacaqdı. Olacaqdı nə? Kreditor borc. Keçdik. Bu kompüterin, yəni malından söhbət gedir. 2500 manatlıqsa 4 manata sayılır. Bunun bir neçə yerə böləcəyik. 2500 manat necə? Buyur. Yo, bankdan kredit götürsə, bank krediti olacaq. Onun 20 min üzərindən elədi. Mən də deyirəm ki, onda kreditor borc yazılır. Pul vəsaitin yerə kreditor borc. Bəli. Görürsünüz, mən bunu, bax, burada bir dənə punkt belə, 3 yerə, 4000 manata satılır. Gördünüz, ikinci punkt. Gördünüz, 4000 manata satılır. Üçüncü də deyir ki, 3 manatı nəqd ödənilibdir. 3 manatı hissəsi nəqd ödənilmə bilsin nə deməkdir? Bu deməkdir ki, bu 5-ci yəni bu sənədi punktu biz 3 mərhələdə eləyəcəyik. Yəni 3 yerə böləcəyik. Nədir? Birincisi, ambarda mal satılıbsa, nə olacaq? Ambarda malın miqdarını azaldacaq, xərcə gedəcək. Niyə? Biz demişdik ki, necə demişdik? Demişdik ki, ambarda malın çıxışı xərcdir. Niyə? İqtisadi faydanın azalması və yaxud yox olmasıdır. Necə? Birinci, ambarda mal çıxaracaq. Deməli, mənim ambarın nə qədər pul mal var? 4000. Ambarda mal çıxanda nə olmalıdır? Mənim burada ambarda malım artıb. Debet yer. Deməli, azalanda mən ona kredit yazılışı verməliyim. Razısınız? Çünki niyə? Aktivin azalması harada olur? Afərin. Nədən bilirik biz onu? Biz onu bilirik ki, bax, buradan bilirik. Baxırıq ki, bilirik ki, aktivdir. Aktivin azalması da ikincidir. Ancaq mal ambardan çıxanda hara gedir? Xərcə gedir. Xərc harada olur? Debetdə olur. Çünki niyə? O SMM-də sayılır. Satılan məhsulun mayə dəyəri. Yəni yazacaq SMM-də. Satılan məhsulun mayə dəyəri. Nə qədər? 2500. Gördünüz? 2500. Və burada deyir ki 4000 manata sal. Yəni mən 2500 kompüteri vermişəm. Dəyər 2500-də. Müqabilində 4000 almışam. Nə deməkdir? Yəni mənə 4000 pul daxil olub deməkdir. Yenə nəyim artdı? Pulum artdı. Mənbə hardan oldu? Mal satışı gəlir hesabına. Bəli, gəlir kreditdədir. Gəlirimiz kreditdədir. Bildiniz mi? Gəlirimiz kreditdədir. Aktivimiz buradadır. Yəni biz hər zaman da debetdə olan birinci yazırıq. Sadəcə birinə yazırıq. Gördünüz? Birinə yazıram ki, yenə pul vəsaiti davamı da var da, davamını da oxuyaq. Bax, desə bu hissə olmasaydı, o cür bitəcəkdi. Olacaqdı, nə? Məsəl. Bu hissə olmasaydı, belə olardı. Bax, olar ki, mal satışı gəlir. Bax. Tutaq ki, bizim məsələmiz bu cür olsaydı, olacaq 4000. Gördünüz. Bura kimi aydındır. Desəydi ki, elə nəqd ödənilibdir, bu cür olacaq.
Ancaq orada demir nəqd ödənilir. Deyir ki, onun qaytaraq geri 3000 manatlıq hissəs nəqd ödənilir. 3000 manatlıq nəqd ödənilir. Demək 1000 manatı debitor borcdadır. Debitor borcda mənim aktivim olduğunu, yəni mənim debitor pulum da artır, alacağım da artır, debitor borcum da artır. Ona görə də bəli, mən bura bir dənə debitor borcda əlavə eləyirəm. Bunu artıq 3000 eləyirəm, 1000 manatda debitor borca yazıram. Və biz də demişdik ki, gəlir anlayışı nə daxildir? Gəlir anlayışına o daxildir ki, onun içində gəlir anlayışı həm debitor borc daxildir, həm də pul vəsait daxildir. Sonra gəldim, göstərdi xidmətə ki, 2000 manat gəlir əldə edir və onun 1500 manatlıq hissəsi nəqd ödənilir. Gördünüz, bu da onun kimi. Sadəcə xidmətin ambarlanması olmadığına görə, sən ona nəyəsə bir şey, sən gəlir əldə eləyində ambarda nəyəsə çıxarıb aparıb onu vermirsən. Bu xidmət məsələsi gözə görünmür, onun depolanması olmur, ambarlanması olmur. Xidmət məsələsində ambardan olmadığına görə onun çıxış məsələsi, mal da çıxmır, xərc məsələsi də olmur. Bildinizmi? Da ki, sən təlim alırsan, pul ödəyirsən, söhbət bağlanıb getdi. Və ya ki, universitet təhsil alırsan, pul ödəyirsən, getdi. Universitet o müqabilində sənə fizik olaraq bir şey vermir, aparır. Niyə sən intellektual bir şey verir? Hüquqşünasda da belədir, həkimdə də belədir, bərbərdə də belədir, gözəllik salonda da belədir, musiqidə də belədir. Evə gələndə bir şey gətirmirsən. Bir fayda gəlir, ancaq fayda gözü görünmür. Demək, 2000 manat gəlir əldə eləyir və 1500 manatlıq hissəsi nəqd ödənilir. Bu da eyni qaydadadır. Bəli. Eyni qaydadadır. Biz onu eyni qaydada eləyəcəyik. Sadəcə pul vəsaitini burada eləyəcəyik. 1500. Bəli. 1500 eləyəcəyik. Debitor borcumuz olacaq 500. Bunu da adını qoyacağıq ki, gəlirimiz də olacaq 2000. Ancaq bunu xidmət satışı qoyuruq. Niyə? Çünki xidmətdir. Və ya xidmət gəlir. Aydındır? Sonra keçdik. İşçi heyəti üzrə 1500 manat əmək haqqı hesablanır və 10.000 manatlıq hissəsi ödənilir. İlk öncə fərz eləyək ki, məsələmiz belə olsaydı, belə hesablanıb olsaydı ancaq, onda bu belə olacaq. Nə olacaq? 2 hesablanır. Hesablanmaq o deməkdir ki, avtomatik 2 hesab olmalıdır. Əmək haqqı xərci, bəli, bir əmək haqqı öhdəlik. Niyə əmək haqqı xərcini birinci yazılır? Çünki o debetdə artır. Xərclərdir, aktivlər, dividenddir. Əmək haqqı öhdəliyi. Gördünüz? Bu ikisini birlikdə yazdım. Məbləğimiz nə qədərdir? 2000 manat. Gördünüz? 2000 manat. Mən 2000 manat olduğuna görə artıq mən bunu 2000 bura yazıram, 2000 bura. Əgər hesablanıb olsaydı ancaq belə olacaqdı. Aydındır. Bu cür bitəcək. Söhbət. Bu cür olacaqdı. Ancaq olsaydı hesablanıb. Ancaq burada elə deyir. Burada deyir ki, davamını, burada üzr istəyirəm, burada 1500 manat. Bax, 1500 manat, 2000 deyək, 1500-dür. Gördüyüm. Biz burada 1500 manat əmək haqqı hesablanır. Ancaq burada deyir ki, məsələn şərti belə olsaydı, o cür olacaqdı. Ancaq məsələn şərtinə var ki, niyə elə olacaqdı? Yəni, sən 1500 manat işçini işlətmirsən, ayın axırı pul verməsən, artıq həm öhdəliyin yaranır işçi qalsın. Niyə həm də onu planlamağa məcbursa, o pul sonra axırı ödəyəsin. Ancaq burada deyir ki, onun 1000 manatlıq hissəsi ödənilir. Artıq 1000 manatlıq hissəsi ödənilir. Artıq mənim nəni ödür? Mənim cibimdən çıxan pul nə qədərdir? 1000 manatdır. Ona görə mən nə edəcəm? Eyni qaydada.
Məndən pul azalacaq. Nə qədər? 1000 manat. Bəli. Bu əmək haqqı xərci yox, əmək haqqı öhdəliyi. Niyə? Ödədiyim afərin, indi onu göz. Bax, öhdəliyin azalması harada olur? Öhdəliyin azalmasına bax. Gördün, bildin? Öhdəliyim azalması debetdir, tərsinədir. Ola birinin əksi olacaq. Onun görə birinci onu yazdım. Aydındır. 1000 manat ödədiyinə görə 1000 manat. Gördünüz, mən 1000 manat da buraya yazdım. Bəli, 1000 manat. Bunu desəydi ki, məsələn, 1000 manat olmasa, desəydi ki, 1500 hesablanıb ödənir, tam məbləğdə desəydi, elə bu olacaq 1500. Belə olanda, yada salın, yəni məntiqlə də görünür ki, bunlar bir-birinə gedəcəklər. Bax, yəni məntiq görünür, ola bir-birinə gedəcək. Niyə? Sən biz ixtisar gedək. Yenə sonda nə qarajıydı? Sonda bundan bu qarajıydı. Bəli, niyə? Yəni, bu o demək ki, hesablama metodunun son nəticəsi kassa metodudur. Bu o demək ki, sənin hələ 500 öhdəliyin qalıbdır. Bunu biləsən. Ancaq sənin vəzifən burada 1500-dən 1000 çıxıb, ora 500 yazmaq deyil. Aydındır. Sənin vəzifən nədir? Sənin vəzifən odur ki, sən nə edəsən? Sən burada qeyd eləyəsən, sonda hesablayasan, növbəti mərhələdə hesablayırsan. Burada əməliyyata qeydiyyatı yeridir, hesablama yeri deyil. Necə ki, biz cədvəl üsulunda nə edirdik? Biz onu qeyd eləyirdik. Da bildinizmi? Sonda hesablayırdıq. Gördünüz, qeyd eləyirdik, sonda aktivimiz nə qədər, öhdəliyimiz nə qədər, kapital. Gördünüz, sonda hesablayırdıq. Bildinizmi? Pluslar bir topluydu, minuslar bir topluydu. Burada da onun kimidir. Burada da biz sonda növbəti mərhələdə onu hesablanır. Burada əsas yerimiz bizim qeyd eləmək yeridir. Kreditə 5 manatlıq avadanlıq alır. Bax, gördünüz. Bax, burada görsünüz, burada deyək, nəqd olaraq kompüter almışdı. Bax, dediyim gibi, burada avadanlıq alır. Gördünüz. Avadanlıq aldığına görə, bax, bununla demək olar ki, oxşardır. Sadəcə burada nə edəcəyik? Burada bunun adını, bəli, buna avadanlıq qoyacaq. Bəli, bu burada. Yox, bankret eləməyəcək. Bunu ilk öncə adını qoyacaq avadanlıq. Bunun mal ambarı yazmıram. Niyə? Özüm üçün almışım. Bəli. Ancaq krediti aldığıma görə kreditor borc yazılır. Nəqd alsaydım yeni qaydada məsəl üçün bunun üçün ola bilərdi. Krediti almışam deyin 5000 manat. 5000 manat. Növbəti punktumuz digər şirkətə 1000 manat borc verilir. Pul vəsaitin borc kimi də verilirsə, avans kimi də verilirsə, bu yenə aktivdir. Niyə? Mən fayda müvəqqət hazırlayım. Məsələn, mən faydamı kiməsə verim, istifadə edir. Niyə? Verilmiş borcun özü, verilmiş borcun özü aktiv hesab. Bəli. Yəni, necə ki, məsəl üçün, bunun üçün. Yəni, pulu istifadə istəyir. Bax, pulu verib malda alsan, eləm, pulu verib işçiyə avansı da versən, başqa müəssisəyə borc da versən, fərq eləmir. İstənilən halda nə olacaq? İstənilən halda o aktivin yer dəyişməzdir. Bu aktivin yer dəyişməz əməliyyatdır. Niyə? Çünki mənim pul aktivim azaldı, çevrildi, verilmiş borc aktivim.
Sualın var mı Yunus?